Toxumların səpilməyi üçün nəzərdə tutduğum bu hazır olmayan bir mexanizmdir. Ümumiyyətlə göstərmək üçün sizə təqdim edirəm. Toxumlar burada yığışacaq. Təyyarə uçan vaxtı demək düz uçacaq və burada toxumlar gələcək bu hissəyə. Təbii ki, yəni tam təbii olaraq düz aşağı gəlib topalanırlar burada. Ağırlıq bura düşür bu hissəyə. Və fikirləşdim ki, elə qapağı buradan qoyun. Həm düzdür altı. Burada 2 qapılı qoysam məsafə azdır, servonu yığa bilməyəcəm. Qısası bunu bura montaj edəcəm və o qapı açılanda toxumlar, düzərmiş toxumlar mı deyim ya toxum topları hamısı oradan inəcək. Waypointlər deyək də, indi onu da göstərəcəm. Məsələn, A nöqtəsindən B nöqtəsi hərəkət edəcək, C, D. Tutaq ki, D-yə çatanda artıq qapağı aç və orada toxumlarını səp əmri olacaq bu formatda. Suş zamanı əgər hər hansı bir problem yaranarsa, normal hər hansı bir problem yaranarsa, bu öz-özünü bağlayacaq, avtomatik və balans da qorunacaq. Bu səbəbdən bu sadə bir kiçik mexanizm fikrimdə tutdum. 90 dərəcə açılıb bağlanan. Bura bağlı olacaq. Bu formada sona qədər bağlı olacaq. Belə açılıb bağlanacaq.